Salam hər kəsə, yenidən xoş gördük. Bugün sizə çoxluqlar mövzusunu izah edəcəm. Başlayaq. Çoxluq. Nədir çoxluq? Çoxluğun xüsusi bir tərifi yoxdur. Yəni çoxluqlar belə izah edeyim. Sinifdə olan partalar çoxluğu, meşədə olan ağaclar çoxluğu, iki ayaqlı quşlar çoxluğu, heyvanlar çoxluğu və s. kimi göstərmək olar. Çoxluq iki yerə bölünür. Sonlu və sonsuz. Sonsuz çoxluqlar nədir? Yəni sonu yoxdur, saymaq olmur. Məsələn üçün natural ədədlər çoxluğu, mənfi ədədlər çoxluğu, kəsirlər çoxluğu və s. Sonlu çoxluğu belə göstərək. Bir rəqəmli natural ədədlər çoxluğu, iki rəqəmli cüt natural ədədlər çoxluğu və ya belə yaza bilərik. A bərabərdir 2, 3, 4, 5. Baxın, bu sonludur. Əgər A bərabərdir 2, 3, 4, 5 yanında nöqtələr olsaydı, bu artıq olardı sonsuz çoxluq. İndi başlayaq sonlu çoxluqdan. İlk öncə baxaq görək nə. Çoxluğun işarəsini bildik. Belə bir mötərizədir. Bu çoxluğun işarəsidir. Çoxluğu təşkil edən obyekt element adlanır. Yəni çoxluğun içində nə varsa, bunlar elementlərdir. Elementlər. Çoxluğu təşkil edən obyekt element adlanır. Çoxluğa aid olan və aid olmayan elementlər var. Aiddirin işarəsi belədir. Aid deyilin işarəsi isə üstündən xəttdir. Baxaq belə bir misala. Məsələn, bir M çoxluğu verilib. 3, 4, 5, A, 7. Və deyir 3, 9, 10. Bunlardan hansı M çoxluğuna aiddir? Baxıram, 3 M çoxluğunun içində varmı? Bəli, onda 3 aiddir M. 9 varmı? Xeyr. 9 aid deyil M. 10 varmı? Xeyr. 10 aid deyil M. Yəni element əgər çoxluğun içində varsa aiddir, çoxluğun içində yoxdursa aid deyil. Bizdə olacaq N. N nədir? N elementlərin sayı. Elementlərin sayı. Məsələn, bizə deyər ki, NM-i tap. NM. Yəni M çoxluğunda neçə element var? 1, 2, 3, 4, 5. Deyəcəm NM bərabərdir 5. Yəni M çoxluğunun içində 5 element var. Bir də belə bir işarəmiz olacaq. Bunun adı boş çoxluq. Yəni heç bir mənası yoxdur, heç bir elementi yoxdur. Məsələn, ondan kiçik 2 rəqəmli ədədlər çoxluğu, 3 ayaqlı quşlar çoxluğu və s. Yəni heç bir mənası yoxdur, elə bir şey yoxdur. Boş çoxluqdur. Keçək çoxluğun birləşməsinə. Çoxluğun birləşməsi nədir? Birləşmə. Hər iki çoxluğun elementlərindən təşkil olunmuş çoxluğa bu çoxluqların birləşməsi deyilir. Belə bir işarəsi var. Gülən smaylik kimi yadda saxlaya bilərsiniz. Yəni birləşmədə gülən smaylikdir. Gülür, sevindirir birləşdirdiyinə. Baxaq məsələn üçün A çoxluğu verilər bizə 3, 4, 5. Bir də B çoxluğu verilər bizə A, 3, 7, 8, B. A çoxluğunun B çoxluğuna birləşməsini soruşur. Birinci çoxluğun bütün elementlərini yazıram. Keçirəm ikinciyə. Görüm nə var ki, bura yazmamışam. 3 yazmışam. Bəli, var. A yoxdur. 7 yoxdur. 8 yoxdur. Bir də B. Bu olacaq A və B çoxluğunun birləşməsi. NA birləşmə B isə, yəni A ilə B-nin birləşməsində neçə element var? 1, 2, 3, 4, 5, 6, 7. Bərabərdir 7-yə. Euler V-nə görə çəksəm, əgər bu A, bu B çoxluq olsa, birləşməni qeyd eləsəm, belə qaralayarım. Yəni hamısını götürsə, deməli A ilə B-nin birləşməsini göstərir. İkinci keçək kəsişmə.
Kəsişmə nədir? Üzü aşağı smaylik ağlayır, yəni kəsib ağlayır. Hər iki çoxluğun ortaq elementlərindən təşkil olunmuş çoxluğa deyilir. Təşkil olunmuş çoxluğa deyilir. Məsələn, bir A çoxluğum var. 3A, 7B. Bir də B çoxluğum var. 3, 7, 8, 9. A ilə B-nin kəsişməsi, yəni hər ikisində olanlar hansılardır? 3, bir də 7. Deməli, A ilə B-nin kəsişməsi 3 və 7-dir. Euler-Venn diaqramında göstərsəm, bu A çoxluğu, bu B çoxluğu olsa, yəni üst-üstə harda düşür? Burada. Deməli, orada hansı elementləri yaza bilərəm? 3 ilə 7-ni. Bu da kəsişməmiz. Sonra keçək alt çoxluğa. Alt çoxluq. Görək nədir alt çoxluq? İşarəsi belədir, aiddir, oxşuyur. Deyir ki, A çoxluğunun hər bir elementi B çoxluğuna daxildirsə, onda A alt çoxluğudur B-nin. Məsələn, A çoxluğu verilib 3, 5, 7. B çoxluğu verilib 1, 2, 3, 5, 6, 7, 8. Baxıram ki, A-nın hər bir elementi B-nin içində var. Onda deməli A alt çoxluğudur B-nin. Euler-Venn-də göstərsəm, yəni nədir? A B-nin içində yerləşir də. Bura bir A yaza bilərəm. Yəni A B-nin alt çoxluğudur. Bərabər çoxluqlar nədir? Adına baxın, bərabər çoxluqlar. Yalnız elementlərinin sırasına görə fərqlənir. Məsələn, A çoxluğu verilər 3, 4, 5. M çoxluğu verilər 4, 5, 3. Baxın, yalnız sırasına görə fərqlənib. Eynidir. Onda yazaram A bərabərdir M-ə. Bir qaydası da var. Deyir ki, əgər A B-nin alt çoxluğudursa və B də A-nın alt çoxluğudursa, onda A bərabərdir B kimi yazılır. Keçək fərqinə. Drop işarəsi kimi. A çoxluğunun B çoxluğunda olmayan elementlərindən təşkil olunmuş çoxluğa A-nın B-dən fərqi deyilir və belə yazılır. Baxaq misal üstündə. A çoxluğu verilib 3, 4, 5, A. Bir də B çoxluğu verilib 2, 3, 3'dür bu. 7, 9. A-da olsun, yəni B-də olmasın. Görək, eyni olanları xəttləyək. Bu 7'dir. A-da olsun, B-də olmasın. Onda A ilə B-nin fərqi nə olacaq? Baxırıq, baxın, birinci A-nı yazıbsa A-ya baxıram. A-da olsun, B-də olmasın. Onda olacaq 4, 5, A. Əgər mənə B-nin A-dan fərqi desəydi, yəni B-də olsun, A-da olmasın, olacaq idi 2, 7, 9. Euler-Venn-də gəlin elə bu çoxluğun elementlərini Euler-Venn-də göstərək. Hər zaman birinci hər ikisində olanları yazacağam. 3. Yəni kəsişməsi 3. A-da olsun, yəni bax bu hissə. A-da olsun, B-də olmasın. Hansılardır? 4, 5, A. Sonra keçirəm bu tərəfə. 3'ü yazmışam. Hansılar qalıb? 2, 7, 9. 2, 7, 9. Fərqimiz də bu qədər. Sonra tamamlayıcı çoxluq. Tamamlayıcı.
Tamamlayıcı çoxluq nədir? Əgər A B-nin alt çoxluğu olarsa, şərtimizə baxın, alt çoxluğu olarsa, B-nin A-da olmayan nə deməkdir? Yəni B-nin A-dan fərqinə A çoxluğunun tamamlayıcısı deyilir. Belə izah verin buna. Tamamlayıcısı deyilir. Və belə yazılır. A yuxarıda iştirik, aşağıda B. Yəni A-ya nə yazsam B-ni tamamlayar. Məsələn üçün, baxaq, A çoxluğu verilib bizə 3A 7B. Bir də B çoxluğu verilib. 1, 2, 3, A, 7, 8, B, 9, 10. Baxın, A, B-nin alt çoxluğudur. Və A-ya nə yazsam B-yə tamamlanar. Birinci eyni olanları silirəm. Onda A-nın tamamlayıcısı nə olacaq? 1, 2, 8, 9, 10. Bu da oldu tamamlayıcı çoxluq. Bundan əlavə parça şəklində verər. İlk öncə belə deyim. Əgər bu parça işarəsidir A, B, belə bir şəkildə verilibsə, uc nöqtələri çoxluğa aiddir. Nə deməkdir bu? Məsələn, deyir ki, A çoxluğu -2, 1-dir. Qapalı. Deməli, uc nöqtələrini götürəcəm. -2-dən 1-ə kimi hansı ədədlərdir? -2, -1, 0, 1. Ədəd kimi belə yaza bilərəm. Yəni, uc nöqtələrə aiddir. Parça şəklində olsa isə uc nöqtələrə aid deyil. Uc nöqtələri aid deyil. Mötərizə şəklində olanda uc nöqtələrə aid deyil. Gəlin belə bir misala baxaq. Məsələn, mənə deyər ki, 2, 16 açıq olsun və -2, 4 aralığının kəsişməsini tapın. Bir ədəd oxu çəkəcəm. Birinci bu uc nöqtələri qeyd edəcəm. -2 mötərizəsi var, düzdürmü? Onda bunu açıq götürəcəm, -2. 2 qapalıdır, yəni 2 aiddir. Sonra 4 aiddir, amma 16 aid deyil, açıq. Birincidə nə deyir? 2-dən 16-ya kimi ştrixləyək. Sonra nə deyir? -2-dən 4-ə kimi ştrixləyək. Nəyi soruşur? Kəsişmə nədir? Yəni, harda üst-üstə düşdü? 2, 4. Əgər birləşmə desəydi, nə götürəcəkdim? Onda A ilə B olsaydı, tutaq ki, bu A, bu da B olsaydı, nə olacaq idi? -2, silim bunu bir dəqiqə. Olacaq idi -2 açıq, 16 da açıq. Bu da olacaq idi bizdə birləşmə. İndi isə keçək iki çoxluğun birləşməsinin elementlərinin sayı. 2 dənə düsturumuz var. Yəni, mən uşaqlara düstur şəklində yox, Euler-Venn diaqramında işləməyi məsləhət görürəm, daha rahatdır. Belədir, NA birləşmə B. Yəni, A ilə B çoxluğunun birləşməsinin elementlərinin sayı ayrı-ayrı da bu elementlərin sayını toplayıb kəsişməni çıxırlar. Və ya A ilə B-nin birləşməsinin sayı A-nın B-də olmayan elementləri və B-nin A-da olmayan elementləri, bir də onların kəsişməsini toplayırlar. Bu iki düstur. Euler-Venn-də daha rahatdır. Bir misalı həm düsturla yazaq məsələni, həm də Euler-Venn-lə. Tutaq ki, uşaqlar var, müəyyən uşaqlar, sayını bilmirəm. Riyaziyyat hazırlığına 19 nəfər gedir. İnformatika hazırlığına 16 nəfər gedir. 7 nəfər isə hər iki hazırlığa gedir. Hər iki hazırlığa gedir. Ümumi neçə nəfər hazırlığa gedir? Yəni, həm riyaziyyata, həm informatikaya ümumi neçə nəfər hazırlığa gedir? Birinci bunu Euler-Venn-lə göstərək. Euler-Venn-lə. Necə göstərəcəm? Elə eləyim ki, bunu da görün. Bu olsun riyaziyyat.
Bu da olsun informatika. Deyir ki, həmişə ortaya hər ikisinə gedəni yazacağam. Hər iki hazırlığa neçə nəfər gedir? Hər iki hazırlığa neçə nəfər gedir? 7. Ortaya yazıram 7-ni. Riyaziyyata 19 nəfər gedir. Yalnız riyaziyyat bu hissədir də, düzdürmü? Yalnız riyaziyyata neçə nəfər gedəcək? 7-si həm informatikaya gedirsə, sırf riyaziyyata 19 çıx 7, yəni 12 nəfər sırf riyaziyyata gedəcək. Sırf informatikaya neçə nəfər gedəcək? 16 nəfərdir. 7-si riyaziyyata gedirsə, sırf informatikaya 16 çıx 7 verəcək 9. Sırf informatikaya 9 nəfər gedəcək. İndi məndən nə soruşur? Ümumi şagirdlərin sayı 12 üstəgəl 7 üstəgəl 9. 19 üstəgəl 9 28 nəfər hazırlığa gedir. Düstur şəklində yazsaq isə, düsturu tutaq ki, öyrənmişik. Məndən NA birləşmə NB-ni soruşur da. NA nə idi? Riyaziyyata gedənlərin sayı 19. İnformatikaya gedənlərin sayını B ilə göstərsəm olacaq 16. Hər ikisinə getmək nə deməkdir? Yəni A ilə B-nin kəsişməsi. Nə olacaq hər ikisinə gedən 7. Əgər düsturu əzbərləmişəmsə, yazıram NA birləşmə B bərabərdir 19 üstə gəlinsin 16 çıxılsın 7. Verəcək 28. Bu da çoxluğumuzun izahı. Hər kəsə uğurlar. İnşallah yeni mövzularda görüşərik.